Turanla bağlı verilmiş bu qərar, UEFA-nın qərarı çox məyus edici bir hadisədir. Ən çox da mən Turan azarkeşlərinə görə çox məyus oldum və klubun sponsorlarının, çünki onların burada heç bir günahı olmadığı bir halda komanda bir vəziyyətə düşdü. İndi şikayət verib Turan tərəfi, amma açığı deyim, adətən belə hallarda klubların lehinə müsbət qərarlar verilmir, amma hər halda yenə də ümid eləyək, görək necə bir qərar olacaq. Bütün tərəflər sədr iştirakçısızlıq ediblər. Təəssüf ki, Turan Tovuz da biraz diqqətsizlik eləyib. Amma dərindən izlədiyim və gedişata baxdığım qədərilə onu deyə bilərəm ki, vəziyyət 50-50-dir. Yəni Turan Tovuzun şansı o qədər də az deyil. Fikrimcə qatar gedib. Ötən gün AFFA'nın baş katibi ilə görüş zamanında bunu açıq-aşkar hiss etdik ki, şans demək olar ki, yoxdur. Turan Tovuz rəhbərliyi də bunu bilir. Sadəcə bu addımı atdılar ki, kasada müraciət etsinlər. Şans olmamaq səbəbi də bəlli hadisələrdir. İnşallah növbəti mövsümlərdə mütləq Tovuz təmsilçisini biz Avrokuboklarda görəcəyik.